Dikkat ekrana başlığı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Söz söhbət, səs-küy, açıqlama, qalmaqal, sevgi etirafları, intriqalar, bütün bunlar hardadır deyirsinizsə, əlbəttə ki, ekskluzivlər məkanı Magazin Plus'da. O zaman ekrana yaxın əyləşin. Biz başladıq. İlk öncə anonslarımız. Magazin Plus'tan yeni haber var. Bir-birinə can deyənlər bugün bir-birini baltalayır. Səhnənin ən parlaq ulduzlarının gerçək həyatı. Hər kəsə yox deyirəm. Ən təzə tapıntı yadınızda qalsın, ən yaddan çıxandır. Səhnədə bir ulduz, pərdə arxasında isə tam fərqli bir həyat. Sözün cimdə pulum yoxdur. İstəmədim kimsə məndən narahat qalsın. Öləcəmsə öləcəm. Sevdiyimiz məşhurların qaranlıq tərəfləri. Mən heç nədən qorxmuram. Oğlum dünyaya gəldi, 40 çıxandan sonra anam rəhmətə getdi. Kiminlə oxuyursan, deyirlər, bax, bunları sevgi ət yaşayır. Əcəb edirəm. Silahlı hücuma məruz qaldı. Əri ona iftira atdı. Birazdan Magazin Plus'ta. Magazin Plus'tan yeni haber var. Müğənni Yusif Mustafayev onlardan kömək istədi. Amma nədənsə həmkarları ona kömək əlini uzatmadı. Bir zamanlar Yusif Mustafayev öz dəbdəbəli həyat tərzi ilə gündəmdən düşmürdü. Görəsən, indi nə baş verir? Elə bütün bunlar Magazin Plus'da. Magazin Plus'tan yeni haber var. Müğənni Yusif Mustafayev pulsuz qaldı. İnanırsa ki, mən heç cimdə pul yoxdur. Doğrudan. Qəti. Çünki pula ehtiyac yoxdur, nə də kartım yoxdur, tövbə. O bir kart deyirlərdi, o pul olur, tövbə yoxumdur. Amma sözün cimdə pulum yoxdur. Çünki ehtiyac olmur. Elə mənim o insanlar arasında hörmətim, o müəyyən dəyərim mənsə puldur. Bu lazımdır, o da məsələn başına bağlarım var. Məsələn, deyirəm, tərlər oradan filan qədər filan şeyə, filan cənab filan qədər filan yerə pırat, sağ olsunlar, onlar yer deyirlər. Mustafayev dar gününə pul ata bilməməsinin səbəbini açıqladı. Mənim bu yaşımda hələ inanca o pul qırır, nə qarır, o pulu Allah mənə elə verir. Necə cavanımda olub, indi də verir. Bax, ilə məclisə gedirəm, toylarım da var. Arzuların qanadında nə vələtizə toyla apar bizi. Ailə böyüdür, özdə məni elə bax götürəndə biz, Allah saxlasın, biz 10 bacı qardaşıq. Onların ətrafı var, öz bağlarım var, nəvələrim var, şükür Allaha. Yəni, amma Allahımla razıyam, bərəkətim yaxşıdır. O bərəkət mən hər şeyi yola verirəm. Bugün Yusuf müəllimə baxa bilərik. Nə Bax, sözündür, bir dənə sizə söz deyim. Bax, Allah səni var etsin. O mənim şəxsən rəhmətli atamla mənə bir qalıb, bir miras kimi qalıb o xarakter. Demək, heç vaxt topa cümlə pul çıxartmamalısan. Mən elə şey xoşlamıram. Mən həmişə üzə rəhmətli atamla elədim. Məsələn, 20 manatı içəridə qoyardı. Onun dalında 10 manat qoyardı. Sonra 5 manat qoyardı, manat qoyardı. Çıxardığında orada manatlıq görünərdi. Bir ilə mən Yusuf Mustafa. Onun bu açıqlaması show biznes nümayəndələrində əsəb yaradacaq. Mən heç nədən qorxmuram. Yəni ölüm nədir ki? Ölümdən də qorxmuram. İsmətimdən savayı, abrımdan savayı bala, sənə qurban olum. Belə çıxırsan efirlərə, o qədər adam belə çək-çörə sanırlar, adam da özünü itirir. Nə olar, bax, efirə gəlmişəm, nə gözəl efir. Çünki biz efir adamıyıq da, biz gəlməliyik də, bu efirlərə gəlməliyik. Amma sözün düzü, elə şeylər var ki, qorxumuzdan gedə bilmirik. Qalmaqaldan qorxursuz. Qalmaqaldan necə var qorxuram. 70 yaş balaca yaş deyil də, yəni Allah pis gözdən uzaq eləsin, yəni özüm deyirəm, mən eynə nədir bilmərəm. Məsələn, elə bir 20 ildən yuxarıda bir dərman var. Hər gün eyni vaxtda mən onu istifadə edirəm. Ona görə şükür Allah, elə necə Şükür ki, gözünüz də yaxşı. yerindədir, hə, hər şey yerində. O biznes nümayəndələrin elədiklərini yaxşı görərsiniz. Dilimi dinc qoymuşam. Ona ilə əmin balası azarıyalım səni.
Mənim dərinlə işlənə işim yoxdur. Elə oturmuşam, şükür Allah, hər şey yerimdə. Allah'a qurban olum. Bir söz deyim sizə. Bu dilin dinc saxlamayanlar bu saat pul qırır. Valla o pulu Allah verir. O dil saxladın, saxlamadın, onlar hamısı boş sözlərdir. İki gözəli görmüşəm, bir-birinə dən gəlir. Sanki bənələşirlər, hər ikisi birdən gəlir. Hamı bir-birinə yola geçsə yaxşıdır. Məsələn, məndə bir dənə sənə qurban olum, başı ödənim. Deyir, kim yaxşı adamdır? Deyir, özüm. Bəs pis adam kimdir? Deyir, o da özüm. İnsan çalışıb yaxşı olmalıdır. Pis insan yoxdur. Əgər mən Yusuf Mustafayev, özüm yaxşı olsam, inan mən sən mi deyirəm, o insan mənsi yaxşı olacaq. Yoxsa mən durub gündə birini zəhərləsəm, buna bir adısı, ondan da heç yer çıxan bilməz. Magazin Plus'tan yeni haber var. Özcan Deniz Bakıya konsert verməyə gəlsə də, onun yolunu gözləyən jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Azərbaycanda sizi sevirlər. Danışaq da bir açıqlama verin. Gitmem lazım. Sənətçi sanki bizi görməzlikdən gəldi. Sizler için geldim. Daha ne açıklama yapacağım? Mediaya açıqlama verməyi belə özünə sığışdırmadı. Daha ne açıklama yapacağım? Sənətkar olmaq üçün təkcə səs və istedad kifayət etmir. Daha ne açıklama yapacağım? Magazin Plus'tan yeni haber var. Koçturum hardadır? Ötən verilişlərimizdə qeyd etdiyimiz kimi Koçturum komandası Azərbaycanın gözəl güşələrinə turlar keçirilirdi. Bu dəfəki rayonumuz tam fərqlidir. Buradakı ab-hava, bu coşqu həqiqətən də tam başqadır. Çünki bugün Koçturum rəhbəri Rəşad Şahbazovun öz doğulub boya başa çatdığı Cəlilabad rayonunun Göytəpə kəndinə gəlmişik. Gəlin, buradakı balacaların necə sevindiyi ilə yaxından tanış olaq. Biz uşaqları sevirik. Çok sevirik. Çok həddən artıq çok sevirik. Və həmişə də sevmişik, sevəcəyik də. Ona görə də nə qədər yaşayırıqsa biz bunu davam edəcəyik. Hələ çox uşaqlar yığacaq başımıza. Çox insanlar yığışacaq başımıza. Buradan sözün bədlər nədir? Bizi yıxmaq istəyənlər çoxdur. Amma biz yıxılmırıq, yıxırıq. Sosial şəbəkələrdə şərh bölmələrinə yazırlar ki, bu insan yorulmur, bezmir, hər dəfə fərqli bir rayona gedirlər. Yəni onlara efir vasitəsilə nə demək istəyirsiniz? Onlara efir vasitəsilə sözüm odur ki, biz heç vaxt yorulmuruq, yorulmayacağıq da. Nə qədər ki yaşayıram, nə qədər ki sağam, mən bütün Azərbaycanın, mən olaraq bütün bölgələrini, bütün ucqar kəndlərini gəzib uşaqları sevindirəcəm və buradan uşaqları qucaq dolusu öpürəm. Bugün demək olar ki, uşaqdan böyüyə hər kəs sizi sevir. Hansı rayona gediriksə, o rayonda böyük coşqu yaranır və sizi kimi obyektlər açılır, yəni Koçturum kimi. Amma bu işi ortaya çıxarda bilmirlər. Bəs onlara münasibətiniz necədir? Onlara münasibətim odur ki, Koçturum yalnız bir nömrədir, bir dənədir. O da mənə aiddir. Məndən başqa heç kim onu bacara bilməyəcək. Koçturum 8 Martla bağlı bütün qadınlara pulsuz kabab paylayacaq və güllər paylayacaq, hədiyyələr paylayacaq. Yəni böyük bir konsert gözləyir 8 Martda. İnşallah hər birinizi gözləyirik, gələrsiniz. Öpürəm hər birinizi. Son olaraq Koçturumun müştərilərinə nə demək istəyirsiniz efir vasitəsilə? Koçturumun müştərilərinə və buradan qucaq dolusu öpüşlərimi göndərirəm. Öpürəm sizi, bağrıma basıram. Hər zaman var olasınız, hər zaman mənim üçün dəyərlisiniz. Öpürəm sizi. Magazin Plus'tan yeni haber var. Şirin sözlü yarım. Kiminlə oxuyursan, deyirlər, bunları sevgi ət yaşayır. Ən təzə tapıntı yadınızda qalsın, ən yaddan çıxandır. Kiminlə oxuyaq ki, qohum əqrəbə tabaq oxuyaq. Mənimdir, özəlləşdirməyim, bütün məhsullar mənimdir. Siz oxuyun. Türkan məndən küsər.
Çox yansam, yaxşılıq eləsəm yüksəl. Həmkarları intiqam və ehtiramın Pərviz Meyxananı zay elədi açıqlamasına İntiqam əcəb elədi, əcəb elədi, əcəb elədi. Magazin Plus'tan yeni haber var. Show biznesdə bir-birlərindən mahnı uğurlamaq, icazəsiz ifa etmək dərdədir. Buraxı show biznesdir. Amma bu məsələyə Cavad Rəcəbovdan sərt reaksiya gəldi. İzləyək. Magazin Plus'tan yeni haber var. Cavad Rəcəbov show biznesdə heç kimi bəyənmədi. 99% bərbad haldadır. Yaxşı vəziyyətə gətirmək lazımdır da. Mən inanmıram. Get-gedə pisliyə gedir. Acınacaqlıdır. Sənət qalıb arxa planda 60 ildə sənətdəyim. 60 il səhnədəyim. Heç özüm də istəmirəm. Mən kimdənsə doydu oxuyum. O, qalmaqalla başı qarışan müğənniləri hədəf alıb, onlara meydan oxudu. Arzu eləyərdim ki, show biznes əhli sənəti ilə gündəmdə qalsınlar. Qalmaqalla yox. Sənət göstərsinlər. Bugün kimlər var, ona heç qulaq asmağı istəmirsə, heç efirlərdə də görürük. Vallahi o qədər var. Efirdə görən kimi kanala dəyişirəm. Niyə qanım qaralsın? Biz ki, siz özünüz də yəni müşahidə eləmisiniz, nə bilim, statistikasına fikir vermisiniz ki, bugün o gənclərdən danışırıq, gənclər daha çox öndədir. Hər oğlun işi deyir ki, 60 il sənətdə qalsın bu günə qədər. Sevsinlər. Efirlər onu dəvət eləsin. Bundan hər şey bəllidir ki, bir şey, amma mənim özü üzərimdə işlədiyimə görə, yeni mahnılarım olduğuna görə mən hələ də gündəmdəyim. Mütəmadi bütün televizorlar məni dəvət edir. Mahnı davasına Rəcəbov da qarışdı. İfaçı Qədir Qızıl Səsin icazəsiz mahnısını oxumasını təkrar gündəmə gətirdi. Mənim radionun qızıl fonduna daxil olan Həsrətin oldum mahnısını ifa eləmişdi. Onun üstündə... Niyə istəməmişdiniz? Necə? İfa eləmək. Yox, bizə necə oldu? Bu söhbət çox uzun çəkdi. Bilirsiniz, bir müğənninin götürüb mahnısını ifa eləyəndə bir hörmət xatirinə, Allah rızası üçün, heç olmasa bir dillə, ya telefonla, ay falan kəsb. Mən bu mahnını oxumaq istəyirəm. Bir həzin külək oldum, çırpındım saçlarında, bir sevən ürək oldum, yandım baxışlarında. Mahnı söhbəti show biznesdə uzanır. Hə, olmalıdır da, icazə almalıdırlar. Olmaz axı belə, ona görə. Bunun qarşılığında ya pul istəməmişsiniz, ya bir şey. Mən vaxta qədər qətiyyən belə şey. Sadəcə Cavad Rəcəbov bu mahnını oxumaq çoxlara müraciət edib buyuruq. Cavad Rəcəbov yoldaşına xəyanət edir. Deyirlər, xəyanət eləməyən kişi yoxdur. Ya bilirsiniz, eləməmişəm ki, 43 ildir bir yerdə idi. Heç vaxt eləməmişəm. Eləməmişəm. Bəs o xəyanət eləməyən kişi yoxdur deyənlər nə demək istəyir? Məsələn, bizim sənətimiz belədir ki, məsələn, biz səhnədə qızlarla, xanımlarla oluruq. Məsələn, işbirliyimiz olur. O demək deyir ki, yəni başqa bir şey. Qısqanmır yoldaşına. Əvvəllər qısqanırdı, indi isə son zamanlar yox. Sizin yolunuzu davam elətdirən oğlunuz, qızınız var? Qızım yox, oğlum isə professional musiqiçidir, aranjmançı, bəstəkar, müğənni. Burada şəhərdə studiyası var. Adı nədir? Yəqin müğənnilərlə işləyir orada. Cavid, ən bəlkə də müğənnilərlə işləyir. Məsləhətlər verirsiniz, oğul belə yox eləyirlər. Mən uşaq olanda ona
məsləhətlər vermişəm. İndi o mənə məsləhətlər verir. Magazin Plus'tan yeni haber var. Özcan Dəniz Bakıya konsert verməyə gəlsə də, onun yolunu gözləyən jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Azərbaycanda sizi sevirlər. Danışaq da bir açıqlama verib. Gitmem lazım. Sənətçi sanki bizi görməzlikdən gəldi. Sizler için geldim. Daha ne açıklama yapacağım? Mediaya açıqlama verməyi belə özünə sığışdırmadı. Daha ne açıklama yapacağım? Sənətkar olmaq üçün təkcə səs və istedad kifayət etmir. Daha ne açıklama yapacağım? Magazin Plus'tan yeni haber var. Magazin Plus reklamlardan sonra davam edəcək. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus reklamlardan sonra davam edir. Magazin Plus'tan yeni haber var. Özcan Dəniz Bakıya konsert verməyə gəlsə də, onun yolunu gözləyən jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Azərbaycanda sizi sevirlər. Danışaq da bir açıqlama verib. Gitmem lazım. Sənətçi sanki bizi görməzlikdən gəldi. Sizler için geldim. Daha ne açıklama yapacağım? Mediaya açıqlama verməyi belə özünə sığışdırmadı. Daha ne açıklama yapacağım? Sənətkar olmaq üçün təkcə səs və istedad kifayət etmir. Daha ne açıklama yapacağım? Magazin Plus'tan yeni haber var. Silahlı hücuma məruz qaldı. Keçmişindən imtina etdi. Əri ona iftira atdı. Söhbət xalq artisti Tünzalə Ağayevadan gedir. Magazin Plus'tan yeni haber var. Tünzalə Qabil qızı Ağayeva 1976-cı ildə oktyabrın 21-də Tovuz şəhərində anadan olub. O, Tovuzda musiqi məktəbinin piano sinfini bitirəndən sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına Musiqi Texnikomunun fortepiano sinfində davam etdirib. O, həm də Üzeyir Hacıbəyev adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb. Tünzalə Ağayeva hələ 12 yaşındaykən Azərbaycanın görkəmli şairi Səməd Vurğunun sözlərinə "Sən o deyilsən" adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun birinci albomuna daxil olub. 2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan Bakı Parizi Festivalının qalibi olur. Ukraynada Yalta 2003 Beynəlxalq Musiqi Müsabiqəsinin Grand Prix mükafatçısı da olur. Xalq artistinin bəstəkar Vaqif Gərayzadə haqqında fikirləri bir mənalı qarşılanmayıb. Stat: Sənətə gəlməyimdə ancaq özümə və atama borcluyam. Mən Vaqif Gərayzadədən böyük bəstəkaram. Bu adamın mənim yetişməyimdə zərrə qədər də rolu olmayıb fikirləri etiraza səbəb olmuşdu. Atası Qabil Ağayev də qızının fikirlərini təsdiqləmişdi. Stat: Tünzalə Ağayeva bir müddət pedaqoji fəaliyyətlə də məşğul olub. Bir neçə il müəllim işləyib. Müğənni müsabiqələrin birində onun musiqiyə ədəbiyyatın gətirdiyini deyib. Müğənni 21 yaşında rejissor Rəhman Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onun Fidan adlı bir qızı dünyaya gəlib. Ancaq bir müddət sonra o həyat yoldaşından ayrılıb. Şəxsi həyat haqqında çox danışmağı sevməyən müğənni ayrılığı ilə bağlı müsahibələrin birində belə deyir. Stat: Onun dəstəyini heç vaxt dana haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis deyə bilmərəm. Hər birimizin xətası var. 7 il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, bu o demək deyil ki, biri yaxşı, digəri pisdir. Birinin beyni inkişaf edir, digəri yerində qalır. Məndə də belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın 2 yaşı vardı. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. 2-3 il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, hər şey gözəldir deyirdim. Efirdə ağlamağı bacarmıram. Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Albomlarım uğur qazanırdı. Həmin illərdə şər və xeyri
eyni anda yaşadım. O illərdə Tünzalə Ağayev ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O evladımın anası, ömürgün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda tamamilə qırıldım. Statın sonu. Tünzalə Ağayeva hazırda funk və blues elementləri ilə pop, caz, xalq musiqi janrlarında mahnılar bəstələyir və ifa edir. O 2006-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2019-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Necə belə yandı bağım, bu gecə ona darıxdı canım. O keçə məni gəzirdi fağır, bilmir necə onu sevirəm salım. Magazin Plus'tan yeni haber var. Şirin sözlü yarım. Kiminlə oxuyursan, deyirlər populyar sevgi həyat yaşayır. Ən təzə tapıntı yadınızda qalsın, ən yaddan çıxandır. Kiminlə oxuyaq ki, qohum əqrəbə tabaq oxuyaq. Mənimdir, özəlləşdirməyim, bütün məhsullar mənimdir. siz oxuyun. Türkan məndən küsər. Çox yansam, yaxşılıq eləsəm küsər. Həmkarları intiqam və ehtiramın Pərviz Meyxananı zay elədi açıqlamasına İntiqam əcəb elədi. Magazin Plus'tan yeni haber var. Sevda Sanaliyeva onu istəməyənlərə, gözü götürməyənlərə yerini bildirdi. Bu meydan mənimdir deyən Sanaliyeva hansı etiraflarıyla hələ çox danışılacaq. İzləyək. Magazin Plus'tan yeni haber var. Deməli belə, sən panorama edirsən ansamblın qızlarının üstünə. Bugün Sevda xanımın onsuz da başı qarışıqdır. Sen gideyim ben teresine. Sevda xanım bütün qonaqlar gəldi. Biri qalıb, bir qonağımızı gözləyirik. Hər vaxtın xeyir olsun mənim əzizim. Sevə-sevə qəbul elədim səni. Ona görə ki, bilirsən də uzun müddətdir ki, hər kəsə yox deyirəm, efirlərə yox deyirəm. Hələ ki hazır hiss etmirəm özümü. Sevda, sənin səsin üçündə hamı darıxıb, görünüşün üçündə hamı darıxıb. Çıxacağam. Həm də ki, bu qədər xərc çəkilibdi, niyə çıxmayasınız? Neyin çekilip kerdiyat? Bax, onsuz da bu sualı verəcəm. Sualı bayaqdan çevirirəm, ora gətirmək istəyirəm. Çox gözəl görünürsən. Bədən şəkilləndirmə elətdirmişəm. 3 ay bundan əvvəl dekabr ayında. Bunu dedin. Elətdirmişəm. Yəni burada gizlətməli bir şey də yoxdur. Neynədimsə bir də efirə yaraşmır, səhnəyə yaraşmır. İstədiyini geyinə bilmirsən, istədiyin kimi hərəkət edə bilmirsən və depressiyaya düşürsən də bunlardan. Ona görə insanların da çox istəyirəm ki, məsələn, necə mənim mahnılarımı sevirlər. Mən görəndə də sevinməklərini, həvəslə baxmaqlarını istəyirdim. Senin hayatına kimler daha gelmedi, kimler gelip gitmedi, kimler aldanmadı. Bədən şəkilləndirmə elədim, liposuksiya elədim, sinə əməliyyatı elədim. Hər ikisinə ehtiyac var idi, hər ikisini də elədim və bütün komplekslərimdən canım qurtardı. Həkimimi o qədər çox sevirəm, həkimimə o qədər çox güvənərək getdim, bunu elədim ki, gülə-gülə əməliyyata girdim. 7 saatlıq əməliyyat idi. Çox adama da demədin ha. Hə, çünki Sevda həmin vaxtı bizə dedi ki, ayağım ağrıyır, nə bilim, ayağım biraz şişib. Hamıdan gizlətdi, birdən-birə belə Sevdanı axtarırdıq, bu xanımı gördük. Görürsünüz, qarnım var. Qarnımı elətdirmədim. Qarnımı elətdirməməyimdə səbəb nədir? Ora abdomina lazım idi. Mən o böyük kəsik olurdu orada. Mən onu istəmədim. Mən həkimimə söz verdim. Dedim, sən mənə liposuksiya elə. O qalan o qarın var ha. Dedi ki, liposuksiyadan sonra bir damcıdı qarnın. Ondan sonra biraz çox görsənəcək. Dedim, siz narahat olmayın. Siz bunları həll eləyin mənim üçün. Bunu həll eləyin mənim üçün. Mən o qarnı özüm əridəcəm. Əziz dostlar, biz bugün niyə əslində buradayıq? Mən sizə bir şey deyim. Dünən əslində üst-üstə düşdü Sevda ilə bizim danışmağımız ki, mənim adaşımın, Sevdanın oğlu Elgünün bugün doğum günüdür. Elgün mənim
ilk sevgimdir, ilk məhəbbətimdir. Görürsüz, bu gün mənim el günümün yubileyidir, 10 yaş da tamam olur. Əslində mən çox sevincliyəm, amma eyni zamanda da çox kövrəyəm. Çünki o ilə bir yerdə, elə bil ki, mən oğlumla bir yerdə böyüdüm. Çünki mənim həqiqətən elə oldu. Anam, oğlum dünyaya gəldi, 40'ı çıxandan sonra anam rəhmətə getdi. Və mən oğlumla bir yerdə, ondan təsəlli tapa-tapa, onun nəfəsini ala-ala, onun qoxusunu içmə çəkə-çəkə, elə yenidən elə bil doğuldum, yenidən yarandım, Allah yaratdı məni, yenidən həyata tutundum. Sen mənə, mən sənə aşık, yenə qəlbimiz eşqinə sadiq. Kimə nə, kimə nə? Onun xoşuna gəlməyən həqiqətən elədir. Xoşuna gəlməyən heç bir şey eləmirəm. İndi lazımsız insanlar, boş insanlar danışan, yazanlar olacaq ki, bəs rəqs eləyirsən, bəs nə edirsən? Əcəb eləyirəm, rəqs eləyirəm. Xoşuma gəlir. Oğlumla da rəqs eləyirəm, qızımla da rəqs eləyirəm. Hoqqa çıxardırıq, biz evdə hoqqa veririk. Kimə nə, kimə nə? Əlimi tut, gözlərin baxsın, gözlərimə. Bizə gülənlər gedib gülsün, özlərinə sən söylə kimə nə gərəkdir. Bu mənim oğlumu narahat eləmirsə, heç kəs narahat eləməsin. Mənim geyimlərim də həmçinin özümə güvənim artıb, kompleksdən qurtulmuşam deyə. Birazca koftam yuxarı qalxır, ona da nəsə yazırlar. Mənim oğlum heç bir şey demirsə, heç kəs heç nə deməsin. Heç kəsə ixtiyar vermirəm. Əcəb eləyirəm, yaxşı eləyirəm. Sevda qayıdıb ha. Biləsiz Sevda qayıdıb. Sevda Sanaliyeva qayıdıb. Siz niyə? Bilirsən Elgün, mən davakar insan deyirəm, amma bilirsən niyə elə deyirəm? Çünki mənim ən çətin vaxtlarımda, ən ağır vaxtlarımda, insanlara ehtiyacım olduğu vaxtlarda o insanlar gəlib mənim yanımda mənəvi dəstək durmayıbsa, yanımda olmayıbsa, mənim yaxşı günümdə, oynadığım vaxtda kimsə gəlib mənə nəsə deməyinə, inanın heç yeri yoxdur da. Yəni heç eləməyin də, eləməyin. Boş boğazlıq eləməyin, lazım deyil. Mən deyirdim sizə dostlar. Çox yox, mənə bir 10-15 il bundan əvvəli xatırlatdı Sevda. O dualovlu Sevda gəlir. Mən Sevdanı çox saxlamaq istəmirəm, Seva. Bayaqlarım kimsə orada qaçırdı ki... Utanmırsan? Nədən? Ayıbdır sən üçün. Oğlumu evləndirirsən, mənə xəbər eləmirsən? Deyəsən sənin qonaqlarındandır. Seva, təşəkkür edirəm mən sənə. Minnətdaram. Çox sağ ol Elgün, hər şey üçün çox sağ ol. Neçə gözəl illərə çıxsın. Dostlar, hələlik. Yenə güləcək. Mağazin Fustan yeni xəbər var. Özcan Dəniz Bakıya konsert verməyə gəlsə də, onun yolunu gözləyən jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Azərbaycanda sizi sevirlər. Danışaq da bir açıqlama verib. Gitmem lazım. Sənətçi sanki bizi görməzlikdən gəldi. Sizler için geldim. Daha ne açıklama yapacağım? Mediaya açıqlama verməyi belə özünə sığışdırmadı. Daha ne açıklama yapacağım? Sənətkar olmaq üçün təkcə səs və istedad kifayət etmir. Daha ne açıklama yapacağım? Mağazin Fustan yeni xəbər var. Pərvizin yeni duet ortağı Pərvanə Türkana acıq verdi. Görəsən, Pərviz və Türkan arasında əsən soyuq küləklərin səbəbi Pərvanədirmi? Bu və digər pərdə arxası məqamlar Maqazin Plus'da. Mağazin Fustan yeni xəbər var. Şirin sözlü yarım. Kiminlə oxuyursan, deyirlər populyar sevgi həyat yaşayır. Ən təzə tapıntı yadınızda qalsın, ən yaddan çıxandır. Kiminlə oxuyaq ki, qohum əqrəbə tabaq oxuyaq. Mənimdir, özəlləşdirməyim, bütün məhsullar mənimdir. Ya, siz oxuyun. Türkan məndən küsər. Çox yansam, yaxşılıq eləsəm küsər. Həmkarları intiqam və ehtiramın Pərviz meyxananı zay elədi açıqlamasına İntiqam əcəb elədi. Pərvanədən Pərvizə sevgi etirafı. Şirin sözlü yarım.
Pərviz Bülbülə yeni duet ortağı ilə Türkana acıq verdi. Ən təzə tapıntı yadınızda qalsın, ən yaddan çıxandır. Yəni heç bir təzəsi, köhnəsi elə bir şey. Niyə yaddan çıxdınız? Bir müddət əvvəl oxumuşdunuz. Duetiniz var idi. Yenə oxuduq. Yox, çıxmadı. Yenə oxuyarıq. Görək nə olur da. Küsünüz niyə bir yerdə deyilsiz? Özüm bunu anlamıram. Siz necə bir yerdə olmalıyıq ki, yəni harda tamaşaçılar... Sevirəm şəxsən. Bu da duetlər var, ölürəm o duetlər üçün. Daha çox Nazlı duzlu yarım, şirin sözlü yarım. Çox xoşum gəlir. Sultan Süleymanın möhtəşəmdir də. Yox, siz oxumusunuz, mənim oxumağım. Sənin oxuduğumda Türkan oxudu, mən icazə verəm oxu. Yox. Mənimdir, özəlləşdirməyin, bütün məhsullar mənimdir. Yox, siz oxuyun. Sayarsa çox sevilir amma. Bəbənə öz yeri var, Türkan xanımın öz yeri var, qeyrilərin hər kəsin öz yeri var. Mən heç kimlə küslü deyiləm, heç kim hər kəslə münasibətim çox gözəl, normal şəkildə. Pərviz, Akşin bir ara deyirdi ki, mən duet oxuduğum xanıma deyirəm ki, açıq-saçıq geyməsən. Akşin elə bir ara dedi. Yox, niyə mən... Zaten o seçdiyi xanımlar, o bilir ki, onlar necə bir qızlar, qadınlar, necə giyinirlər. O vaxt bir söhbət olmuşdu, demişlər ki, kiminlə oxuyursan, deyirlər, bunlar sevgi ətyaşı. Dedim, niyə gedək kiminlə oxuyaq bu? Kiminlə oxuyaq ki, qohum əqrəbə tabaq oxuyaq. Bu işdir də, sənətdir də. Mən kimin işlə qarışmalıyam, hamının giyimi öz zövqüdür, hamı özü bilər. Ələxüsus məsələdir ki, yəni mənim yanımda oxuyan qızla mən də janrı elə seçmərəm axı o qədər abartsın. Elə şeydə diqqət deyil. Türkanla gəzən dedikodulara müğənnidən sərt çıxır. Mən YouTube-da falan da baxıram, tamaşaçıların rəylərinə də baxıram da. Görürəm ki, daha çox sizin küs olduğunuzu deyirlər. Baxmayaraq ki, siz inkar edirsiniz. Küslü olduğumuzu deyirlər. Yox. Türkan məndən küsər, o da qızdır, xanımdır, nəyə sevirsə inciyər, mən kişi xelağıyam, arada agresiv davranaram, o da işlə bağlı olar, başqa bir şey olmaz. Pərvizdən kim nəyə görə küsə bilər? Yəqin çox yansam, yaxşılıq eləsəm küsər. İndi öz sayəsində pis sevmirsiniz maşallah. Sənə özümdə qurban, iki gözümdə qurban, gecə yuxumdan eylə, gündüzümdə qurban. Türkanın dəstəyə ehtiyacı yoxdur yəqin ki, bugün yaxınlaşmız yanında Pərvanə xanım var, hələ də Türkandan danışırsın. Görün, mən nə iş görmüşəm ki, Türkan elə boyda uğuru yerində. Mən gedim. Mən də onu demək istəyirəm ki, yəni, mən gördüyüm işlərin hansı işdəyəm, o işdən danışaq. Duetləri ilə məşhurlaşan meyxanaçı, həmkarları intiqam və ehtiramın Pərviz meyxananı zay elədi açıqlamasına gözlənilməz cavab verdi. Nədir? Zay elədi. Seviyorum. Seviyorum sizi. Elədi də. İntiqam deyil, intiqam əcəb elədi, əcəb elədi, əcəb elədi. Türkiyənin məşhur müğənnisi Özcan Dəniz Bakıya gəldi. Elə konsertdən öncə jurnalistlərin suallarını cavabsız qoydu. Daha doğrusu cavab verməkdən imtina etdi. Hansı sual Özcanı özündən çıxartdı. Elə bütün bunlar Maqazin Plus'da. Türkiyəli müğənni Özcan Dəniz Bakıya konsert verməyə gəlsə də, hava limanında soyuq və şaxtaya baxmayaraq 1 saat onun yolunu gözləyən jurnalistlərin suallarına cavab verməkdən imtina etdi. Azərbaycanda sizi sevirlər, danışaq da bir açıqlama veriyor tam. Sonra sahneye çıkacağım, gitmem lazım. Arkadaşlar sağ olun. Sizler için geldim. Daha ne açıklama yapacağım? Hepinizi çok seviyorum, çok teşekkür ederim. Çok sağ olun. Halbuki müsahibə verəcəyini, suallara açıq olduğu bildirilmişdi. Teşekkür ederim. Özcan Bey, sağ olun. Azərbaycanlı media nümayəndələri ona yaxınlaşaraq fikirləri almağa çalışsa da, sənətçi sanki bizi görməzlikdən gəldi.
və bir kəlmə sizin üçün gəldim, daha nə edim dedi. Azərbaycanda sizi sevirlər. Danışaq da bir açıqlama veriyor tam. Sonra sahneye çıkacağım, gitmem lazım. Arkadaşlar sağ olun. Sizler için geldim. Daha ne açıklama yapacağım? Hepinizi çok seviyorum. Çok teşekkür ederim. Çok sağ olun. Bu, açıq-aşkar qeyri-peşəkar və sayğısız davranışdı. Özcan Deniz bu ölkədə Azərbaycan tamaşaçılarının sevgisi və dəstəyi ilə bu səviyyəyə çatıb. Onun Bakıya dəvət olunması, konsert üçün zalın doldurulması məhz Azərbaycanlı pərəstişkarların sayəsində mümkün olub. Amma nədənsə burada mediaya açıqlama verməyi belə özünə sığışdırmadı. Mədəniyyət nümayəndəsi olmaq təkcə səhnəyə çıxıb mahnı oxumaq və ya film çəkməklə bitmir. Sənətçinin əsas vəzifələrindən biri də ona dəstək verən media və ictimaiyyətlə münasibət qurmaqdır. Jurnalistlər bu sənətə xidmət edir, sənətçini insanlara daha da yaxınlaşdırır. Özcan Denizin bu münasibəti media dünyasına qarşı hörmətsizlik kimi qiymətləndirildi. Sizler için geldim. Daha ne açıklama yapacağım? Hepinizi çok seviyorum. Çok teşekkür ederim. Çok sağ olun. Azərbaycan tamaşaçısı sənətçini sevdiyi kimi onu öz dəyərlərinə sayğı göstərməyə dəvət edir. Özcan Deniz bu soyuq və təkəbbürlü münasibətin izahını konsertin başlamasına bir saat qalıb deyə verdi. Sahneye çıkacağım, gitmem lazım. Arkadaşlar sağ olun. Sizler için geldim. Daha ne açıklama yapacağım? Azərbaycana konsert üçün gələndə buradakı sevgi və dəstəyi qəbul edəndə hər şey qaydasındadır. Amma media qarşısında cavab vermək lazım gələndə Özcan Deniz susur. Burada ona kimsə minnət etmir. Jurnalistlər sənətçiləri tanıdan, onların adını yayın insanlardır. Onları görməzdən gəlmək, sanki mövcud deyillərmiş kimi davranmaq təkəbbür və görgüsüzlükdən başqa bir şey deyil. Özcan Deniz bu münasibəti ilə bir daha göstərdi ki, sənətkar olmaq üçün təkcə səs və istedad kifayət etmir. İnsanlıq və mədəniyyət də lazımdır. Bu arada yayılan xəbərlərdə deyilirdi ki, Özcan Deniz infarkt keçirdi. Aydın oldu ki, o infarkt keçirməyib, ürək spazması varmış. Konsert başladı, deyilənə görə müğənnini izləmək üçün 4000-ə yaxın tamaşaçı bir araya gəlib. 4000 tamaşaçını görən təşkilatçılar da Özcan ilə bu konserti bitən kimi 31 oktyabra yenidən behləyiblər ki, bu cəhcəlalı bir də yaşayaq. Şounu biznesə çevirənlərdən, yəni şou biznes nümayəndələrindən bu həftəlik çatdıracaqlarımız bu qədər. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Haberiniz olsun, olup bitenden, Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.